Salam dəyərli izləyicilərimiz. Hazırda Türkiyənin yalnız 3 nüfuzlu dövlət universiteti qiyabi təhsil imkanı təqdim edir. Bunlar İstanbul, Anadolu və Atatürk universitetləridir. Bu universitetlərdə qiyabi təhsil üçün heç bir imtahan tələbi yoxdur. Sadəcə attestatınızı və ya kollec diplomunuzu təqdim etməklə bu universitetlərə qəbul ola bilərsiniz. İxtisaslar arasında müxtəlif sahələr yer alır. Hansı ixtisasların mövcud olduğunu öyrənmək istəyirsinizsə, bizə yazaraq ətraflı məlumat ala bilərsiniz. Ancaq sosiologiya, uşaq inkişafı, tarix və türk dili ədəbiyyatı kimi ixtisaslarda təhsil almaq üçün namizədin ən azı 35 yaşında olması tələb olunur. İmtahan prosesi isə universitetdən asılı olaraq dəyişir. Üstəlik tələbə təhsil aldığı universitetdən asılı olmayaraq imtahan yerini özü seçə bilər. Bu universitetlərdə təhsil haqqı illik 200-800 ABŞ dolları arasında dəyişir. Ödəniş məbləği hər il inflyasiya göstəricilərinə əsasən universitet tərəfindən müəyyən olunur. Qiyabi təhsil nəticəsində əldə olunan diplomların Azərbaycanda tanınmasında əsas meyar təhsildə keyfiyyət təminatı agentliyinin müəyyən etdiyi şərtlərə əməl olunub-olunmamasıdır. Bu şərtlər yalnız qiyabi deyil, həm də əyani təhsil forması üçün keçərlidir. Yəni, müəyyən olunmuş tələblər yerinə yetirilərsə, diplomlar tanınır. Əks halda təhsil forması fərq etmədən diplomların tanınmaması mümkündür. Unutmayın, təhsil almaq üçün heç vaxt gec deyil. Əgər siz də təhsili həyatınızın bir parçasına çevirmək istəyirsinizsə, bu proqramlar sizin üçün gözəl bir başlanğıc ola bilər.